Qoç. Bugün səhər saatlarından etibarən daxilinizdə inanılmaz bir enerji axını hiss edəcəksiniz. Qarşınıza çıxan ilk maneəni belə böyük bir həvəslə dəf etməyə hazırsınız. İş yerində gözlənilməz bir təklif almaq ehtimalınız kifayət qədər yüksəkdir. Rəhbərlik sizin fəallığınızı və cəsarətli addımlarınızı nəhayət ki qiymətləndirəcək. Maliyyə məsələlərində isə bir qədər ehtiyatlı olmaqda fayda var, tələsik qərarlar verərək böyük məbləğdə pul xərcləməkdən çəkinin. Şəxsi həyatınızda maraqlı vuruşmalar və gözlənilməz söhbətlər baş verə bilər. Sevdiyiniz şəxs sizin diqqətinizi çəkmək üçün xüsusi bir addım atacaq. Subay qoçlar üçün günün ikinci yarısında gözlənilməz bir tanışlıq mümkündür. Bu tanışlıq həyatınıza tamamilə fərqli bir rəng və dinamika qatacaq. Sağlamlığınızla bağlı xırda baş ağrıları sizi bir qədər narahat edə bilsə də ciddi bir problem olmayacaq. Günorta saatlarında təmiz havada gəzmək ruh halınıza çox müsbət təsir edəcək. Dostlarınızla planlaşdırdığınız görüş sizə böyük mənəvi dəstək verəcək. Ətrafınızdakı insanların mənfi enerjisindən uzaq durmağa çalışın. Öz instinktlərinizə güvənin və addımlarınızı cəsarətlə atın. Axşam saatlarında yaradıcılıqla məşğul olmaq üçün ideal bir zaman dilimidir. Uzun zamandır təxirə saldığınız hobbi ilə məşğul olmaq fikri sizi həyəcanlandıracaq. Ailə daxilində xırda anlaşılmazlıqlar yaranarsa, sakitliyinizi qorumağa çalışın. Səbirli olmaq bugün sizin üçün ən böyük silaha çevriləcək. Günün sonunda özünüzü olduqca məhsuldar və xoşbəxt hiss edəcəksiniz. Yeni layihələrə başlamaq üçün zehniniz tamamilə açıqdır. Uğur sizin tərəfinizdədir, sadəcə fürsətləri vaxtında tutmağı bacarın. Gec saatlarında rahat bir yuxu almaq sabahki günə tam hazır olmağınıza kömək edəcək. Buğa. Bugün sakitlik və sabitlik arayışınız ön plana çıxacaq. Tələsik qərarlar vermək əvəzinə hər şeyi dəqiqliklə analiz etmək istəyəcəksiniz. İş mühitində təmkinli davranmağınız həmkarlarınızın rəğbətini qazanmağa kömək edəcək. Çətin bir layihənin öhdəsindən böyük səbirlə gəlməyi bacaracaqsınız. Maddi sahədə sevindirici xəbərlər almaq ehtimalınız çox yüksəkdir. Keçmişdə etdiyiniz bir sərmayə bugün öz bəhrəsini verməyə başlaya bilər. Xərclərinizi nizamda saxlamaq üçün əla bir gündür. Ətrafınızda sizə paxıllıq edən insanların sözlərinə fikir verməyin. Şəxsi münasibətlərdə səmimiyyət və ehtiras dolu anlar sizi gözləyir. Partnyorunuzla birlikdə xoş bir axşam yeməyi planlaşdıra bilərsiniz. Birlikdə keçirəcəyiniz vaxt aranızdakı bağı daha da möhkəmləndirəcək. Subay buğalar üçün köhnə bir tanıdığın diqqət mərkəzinə düşmək sürprizi ola bilər. Səhhətinizə gəldikdə bəslənmənizə diqqət yetirməyiniz tövsiyə olunur. Ağır və yağlı yeməklərdən qaçınmaq həzm sisteminizə rahatlıq gətirəcək. Fiziki aktivliyi artırmaq üçün qısa yürüyüşlər etmək əla seçimdir. Evinizdə rahatlıq yaratmaq və dekorasiyada dəyişiklik etmək istəyəcəksiniz. Yaşayış sahənizi qaydaya salmaq zehninizi də sakitləşdirəcək. Yaxın bir dostunuz sizdən vacib bir məsələdə məsləhət istəyə bilər. Sizin obyektiv yanaşmanız onun problemi həll etməsinə kömək edəcək. Günün sonunda özünüzü mənəvi baxımdan tamamilə rahatlanmış hiss edəcəksiniz. Əkizlər. Bugün ünsiyyət bacarıqlarınız zirvə nöqtəsinə çatacaq. Sözlərinizin gücü sayəsində istənilən insanı inandırmağı bacaracaqsınız. Yeni ideyalar və yaradıcı fikir axını gün boyu sizi tərk etməyəcək. İş yerində çoxlu zənglər və görüşlərlə dolu dinamik bir gün keçirəcəksiniz. Bir neçə işi eyni anda görmək qabiliyyətiniz hər kəsi təəccübləndirəcək. Şayələrdən və boş söhbətlərdən uzaq durmaq vaxtınıza qənaət edəcək. Finansal baxımdan gözlənilməz gəlir mənbəyi ortaya çıxa bilər. Lakin tələsik alış-verişlər edərək büdcənizi sarsıtmamağa diqqət edin. Sevgidə flirt və əyləncəli anlar ön plana çıxır. Partnyorunuzla maraqlı bir mövzuda uzun və dərin müzakirələr apara bilərsiniz. Subay əkizlər sosial şəbəkələrdə maraqlı bir insanla tanış ola bilərlər. Bu tanışlıq tezliklə gerçək həyatda romantik bir görüşə çevrilə bilər. Əsəb sisteminizi qorumaq üçün gərgin situasiyalardan uzaq durun. Meditasiya və ya yüngül idman təmrinləri stresinizi azaltmağa kömək edəcək. Beyninizi müxtəlif məlumatlarla çox yükləməməyə çalışın. Yaxın qohumlarla bağlı sevindirici xəbərlər ala bilərsiniz. Qısa səyahətlər və ya gəzintilər üçün günün ikinci yarısı çox əlverişlidir.
Yeni biliklər əldə etmək və kitab oxumaq sizə böyük zövq verəcək. Gün ərzində qarşılaşacağınız kiçik maneələr əhvalınızı pozmamalıdır. Çevik düşüncəniz sayəsində hər cür çətinlikdən asanlıqla sıyrıla biləcəksiniz. Özünüzə olan inamınızı hər zaman yüksək tutun. Xərçəng. Bugün emosional hassaslığınız və intuisiyanız xüsusilə güclü olacaq. Ətrafınızdakı insanların hiss etdiklərini sözsüz anlamaq bacarığınız artır. İş mühitində diqqətinizi əsas hədəflərə yönəltməyə çalışın. Keçmiş xətaların üzərində həddindən artıq düşünmək inkişafınıza mane ola bilər. Komanda işində öz humanist yanaşmanızla fərqlənəcəksiniz. Pul məsələlərində ehtiyatlı olmaq və lazımsız xərclərdən qaçmaq vacibdir. Ailə büdcəsini planlaşdırmaq üçün əla bir zamandır. Eviniz və ailəniz bugün sizin üçün ən təhlükəsiz sığınacaq olacaq. Sevdiklərinizlə vaxt keçirmək sizə ruhi rahatlıq gətirəcək. Partnyorunuzla aranızdakı incikliyi aradan qaldırmaq üçün ideal imkan yaranacaq. Subay xərçənglər üçün keçmişdən gələn bir insan yenidən qarşılarına çıxa bilər. Bu dəfə daha müdrik və temkinli qərar verməlisiniz. Sağlamlığınızda mədə və həzm sisteminə xüsusi diqqət yetirin. Evdə hazırlanmış təbii yeməklərə üstünlük vermək sizin üçün faydalıdır. Yuxu rejiminizə riayət etməyiniz enerjinizi bərpa etməyə kömək edəcək. Şəxsi sərhədlərinizi qorumaqdan çəkinməyin. Sizi yoran insanlara yox deməyi öyrənməlisiniz. Yaradıcılıq potensialınız bugün çox yüksək səviyyədədir. Rəsm çəkmək, yazı yazmaq və ya musiqi dinləmək sizə yaxşı gələcək. Günün sonuna doğru iç dünyanızda böyük bir hüzur hiss edəcəksiniz. Özünüzə qarşı daha nazik və anlayışlı olmağa çalışın. Uğur sizin daxili sakitliyinizdən doğacaqdır. Gec saatlarında gözəl bir film izləyərək istirahət edin. Şiir. Bugün səhnə tamamilə sizindir və diqqət mərkəzində olmaqdan zövq alacaqsınız. Özünə inamlı duruşunuz hər kəsin nəzərini sizə tərəf yönəldəcək. Liderlik keyfiyyətlərinizi işdə nümayiş etdirmək üçün mükəmməl bir şans var. Böyük layihələri idarə etmək və məsuliyyət götürmək sizi qorxutmur. Lakin egonuzu bir qədər nəzarətdə saxlamağınız faydalı olar. Həmkarlarınızın fikir və təkliflərinə də dəyər verməyi unutmayın. Maliyyə baxımından gözlənilməz qazanc və ya mükafat ala bilərsiniz. Şəxsi xərclərinizdə bir qədər səxavətli ola bilərsiniz, lakin həddi aşmayın. Aşk həyatınızda alovlu və romantik anlar yaşanacaq. Sevdiyiniz insanı təəccübləndirmək üçün gözəl bir sürpriz hazırlaya bilərsiniz. Subay şir verəcəyi bir baxışla belə qarşı tərəfi valeh edə bilər. Yeni bir sevgiyə yelkən açmaq üçün çox uyğun bir gündür. Sağlamlıq baxımından ürək və qan dövranı sisteminizə diqqət edin. Həddindən artıq fiziki gərginlikdən və stressdən uzaq durmağa çalışın. Günorta saatlarında qısa bir istirahət fasiləsi vermək enerjinizi bərpa edər. Ətrafınızdakı insanlara dəstək olmaq sizə mənəvi həzz verəcək. Cəsarətiniz sayəsində çoxdan bəri həll olunmayan bir problemi bitirəcəksiniz. Dostlarınızla birlikdə əyləncəli bir tədbirdə iştirak etmək ehtimalınız var. Pozitiv enerjinizlə ətrafınızdakı hər kəsə ilham verəcəksiniz. Günün sonunda əldə etdiyiniz uğurlarla fəxr edəcəksiniz. Yeni məqsədlər təyin etmək üçün özünüzdə böyük güc tapacaqsınız. Uğura gedən yolda addımlarınızı inamla atmağa davam edin. Gecəni sakit və komfortlu bir mühitdə yekunlaşdırın. Qız. Bugün detalçılığınız və nizam-intizamınız sayəsində böyük uğurlar əldə edəcəksiniz. İşlərinizdəki dəqiqlik rəhbərliyin diqqətindən yayınmayacaq. Mürəkkəb tapşırıqları addım-addım həll edərək mükəmməl nəticə ortaya qoyacaqsınız. Lakin hər şeyin mükəmməl olmasına çalışarkən özünüzü həddən artıq yormayın. Həmkarlarınıza qarşı tənqidi yanaşmanızı yumşaltmağa çalışın. Konstruktiv təkliflər vermək münasibətləri qoruyacaq. Maliyyə sahəsində planlı davranmağınız büdcənizi sabit saxlayır. Gərəksiz xərclərdən yayınmaqla gələcək üçün gözəl bir qənaət edə bilərsiniz. Şəxsi həyatınızda qarşılıqlı anlayış və güvən ön plandadır. Partnyorunuzla gələcək planlarınızı rahatlıqla müzakirə edə bilərsiniz. Subay qızlar üçün iş mühitində diqqəti çəkəcək romantik bir yaxınlaşma ola bilər. Hisslərinizi büruzə verməkdən çəkinməyin. Sağlamlığınız üçün immun sisteminizi möhkəmləndirmək lazımdır. Vitaminlərlə zəngin qidalar qəbul etmək və bol su içmək sizə faydalı olacaq.
Onurğa sütununuzu qorumaq üçün duruşunuza fikir verin. Evinizdə tam bir təmizlik və səliqə yaratmaq istəyi doğacaq. Zihninizi və ətrafınızı təmizləmək sizə yüngüllük bəxş edəcək. Analitik düşüncəniz başqalarının həll edə bilmədiyi düyünləri açacaq. Gözlənilməz xəbərlər qarşısında soyuqqanlılığınızı qoruyun. Günün sonunda planlaşdırdığınız hər şeyi bitirməyin rahatlığını yaşayacaqsınız. Özünüzlə qürur duymaq üçün bütün əsaslarınız var, hər bir addımınızı düşünərək atmağınız sizi uğura aparır. Rahatladıcı bir çay içərək günü xoş duyğularla tamamlayın. Tərəzi. Bugün həyatınızda balans və harmoniyanı bərpa etmək əsas hədəfiniz olacaq. Diplomatik bacarıqlarınız sayəsində münaqişəli situasiyaları asanlıqla yatırdacaqsınız. İş mühitində ədalətli qərarlarınızla diqqət çəkəcəksiniz. Komanda daxilində sülhməramlı rolunu üzərinizə götürmək sizə uğur gətirəcək. Yeni əməkdaşlıq təklifləri və tərəfdaşlıqlar gündəmə gələ bilər. Maliyyə məsələlərində balanslı davranmaq vacibdir. İstədiyiniz bir əşyanı almaq üçün münasib imkan yaranacaq. Şəxsi münasibətlərdə romantika və incəlik hakim olacaq. Sevdiyiniz şəxslə səmimi və sülh dolu bir gün keçirəcəksiniz. Kiçik inciklikləri unutmaq və irəliyə baxmaq zamanıdır. Subay tərəzilər üçün incəsənət və ya əyləncə tədbirində maraqlı bir görüş gözlənilir. Qarşı tərəfin estetik zövqü sizi heyran edəcək. Sağlamlığınızda bel və böyrək nahiyələrinə diqqət yetirməlisiniz. Bol maye qəbul etmək və soyuqdan qorunmaq önəmlidir. Ruhi müvazinəti saxlamaq üçün musiqi dinləmək yaxşı fikirdir. Zövqlü geyimlərinizlə ətrafınızdakiların diqqətini cəlb edəcəksiniz. Özünüzə baxım etmək üçün əla bir gündür. Qararsızlıq yaşadığınız anlarda ürəyinizin səsinə qulaq asın. Hər şeyin ideal olmasını gözləmədən addım atın. Günün sonu sizə gözlənilməz bir şad xəbər gətirə bilsin. Ətrafınızdakı gözəlliklərdən zövq almağı bacarın. Sizin daxili işığınız hər kəsi özünə çəkir. Xoş bir atmosferdə gecəni dincələrək keçirin. Əqrəb. Bugün dərin hisslər və güclü intuitiv duyğular həyatınıza yön verəcək. Gizli qalan həqiqətləri üzə çıxarmaq qabiliyyətiniz çox yüksəkdir. İş yerində gizli planlarınızı reallaşdırmaq üçün münasib zamandır. Rəqiblərinizin gedişlərini öncədən sezərək əks addımlar ata biləcəksiniz. Məqsədinizə çatmazdan əvvəl planlarınızı hər kəsə bəyan etməyin. Maliyyə baxımından risk edilməz addımlar atmağınız tövsiyə olunur. Borc vermək və ya böyük kreditlər götürməkdən çəkinin. Şəxsi həyatda ehtiraslı və sirli bir atmosfer hökm sürəcək. Sevdiyiniz insana qarşı qısqanclıq hisslərinizi cilovlamağa çalışın. Etibar və səmimiyyət münasibətinizin açarı olacaq. Subay əqrəblər üçün mistik və dərin bir cazibəyə malik insanla tanışlıq ola bilsin. Bu tanışlıq sizdə güclü təsir buraxacaq. Sağlamlığınızda cinsi və ya ifrazat sisteminə diqqət etməyiniz lazımdır. Psixoloji olaraq özünüzü gərgin hiss etsəniz, təklikdə vaxt keçirin. Enerjinizi yeniləmək üçün su ilə təmasda olmaq faydalıdır. İçinizdəki dəyişim və transformasiya gücünü hiss edin. Zərərli vərdişlərdən imtina etmək üçün əla bir fürsətdir. İradəniz hər zamankından daha möhkəmdir. Keçmiş inciklikləri buraxmaq sizə özgürlük verəcək. Günün sonunda mənəvi olaraq yeniləndiyinizi hiss edəcəksiniz. Öz gücünüzə inanın və hədəfə doğru irəliləyin. Mübarizə ruhunuz sizi hər zaman qalib edəcək. Sakit bir gecə yuxusu ilə enerjinizi tam bərpa edin. Ox atan. Bugün macəra ruhunuz və nikbinliyiniz sizə yeni qapılar açacaq. Həyatın hər anından zövq almaq və yeni şeylər öyrənmək istəyəcəksiniz. İş mühitində geniş-geniş düşünmək bacarığınız layihələrə yeni nəfəs gətirəcək. Xarici tərəfdaşlarla işbirliyi və ya uzaq səfərlər gündəmə gələ bilər. Rutin işlər sizi biraz darıxdıra bilər, buna görə fərqlilik axtaracaqsınız. Maliyyə məsələlərində bəxtiniz gətirə bilər, lakin ehtiyatsız xərcləmələrə yol verməyin. Riskli investisiyalardan uzaq durmaq daha ağlabatandır. Şəxsi həyatınızda əyləncəli və azad ruhlu anlar ön plandadır. Partnyorunuzla birlikdə yeni bir yerə səyahət planlaşdıra bilərsiniz. Bir-birinizə qarşı açıq və səmimi olmaq münasibəti daha da gözəlləşdirəcək. Subay oxatanlar fərqli mədəniyyətdən olan maraqlı bir insanla qarşılaşa bilərlər. Bu tanışlıq dünya görüşünüzü genişləndirəcək.
Sağlamlıq baxımından qaraciyər və ayaq nahiyələrinizə diqqət yetirin. Açıq havada idman etmək və ya uzun yürüşlər sizə çox yaxşı gələcək. Enerjinizi düzgün yönləndirməklə yorğunluğun qarşısını ala bilərsiniz. Fəlsəfi və mənəvi mövzulara marağınız artacaq. Yeni kitablar oxumaq və ya təlimlərə qatılmaq üçün əla zamandır. Dostlarınızla bir araya gəlib gələcək planları müzakirə edə bilərsiniz. Pozitiv düşüncəniz hər türlü çətinliyi dəf etməyə yetəcək. Günün sonunda böyük bir ilham və həyəcan hissi ilə dolacaqsınız. Həyatın sizə sunduğu imkanları dəyərləndirməkdən çəkinməyin. Azadlığınız sizin ən böyük xəzinənizdir. Axşam saatlarını sevdiyiniz hobbi ilə məşğul olaraq keçirin. Oğlaq. Bugün məsuliyyət hissiniz və intizamınız sayəsində zirvəyə bir adım da yaxınlaşacaqsınız. Karyeranızda vacib bir addım atmaq üçün əlverişli şərait yarana bilər. Rəhbərlik sizin peşəkarlığınızı və ciddiliyinizi yüksək qiymətləndirir. Məqsədyönlü addımlarınız tezliklə öz meyvəsini verəcəkdir. İşlərinizi planlı şəkildə görmək stresin qarşısını alacaq. Maliyyə sahəsində uzun müddətli qazanclar üçün gözəl fürsətlər var. Büdcənizi daha da möhkəmləndirmək üçün strateji qərarlar ala bilərsiniz. Şəxsi həyatınızda soyuq və məsafəli görünməməyə çalışın. Sevdiyiniz insana hisslərinizi daha açıq şəkildə ifadə edin. Kiçik bir diqqət işarəsi aranızdakı buzu əridəcək. Subay oğlaqlar üçün ciddi və etibarlı bir insanla tanışlıq ehtimalı var. Bu insan həyatınızda uzun müddətli bir yer tuta bilər. Sağlamlıq baxımından sümüklər və oynaqlarınıza fikir verməlisiniz. Oturaq iş rejimi əzələlərinizdə gərginlik yarada bilər. Gün ərzində yüngül dartınma hərəkətləri etmək faydalıdır. Təcrübəniz və müdrikliyiniz başqalarına yol göstərəcək. Yaşca böyük insanlarla söhbətlər sizə dəyərli bələdçilik edə bilər. Qarşınıza çıxan maneələri səbirlə aşmağı bacarırsınız. Hər bir çətinlik sizin xarakterinizi daha da möhkəmləndirir. Günün sonunda böyük bir işi tamamlamanın qürurunu yaşayacaqsınız. Əməyinizin qarşılığını alacağınıza əmin olun. Uğur təsadüf deyil, sizin zəhmətinizin nəticəsidir. Gec saatlarında zehninizi tam dincəldəcək bir fəaliyyətlə məşğul olun. Dolça. Bugün orijinal ideyalarınız və fərqli baxış bucağınızla diqqət çəkəcəksiniz. Standart kalıplardan kənara çıxmaq sizə böyük üstünlük qazandıracaq. İş mühitində innovativ həll yolları təklif edərək hər kəsi təəccübləndirəcəksiniz. Texnologiya və komanda layihələrində uğur qazanmaq şansınız çox yüksəkdir. Dostlarınız və həmfikirlərinizlə bir araya gəlmək sizə böyük motivasiya verəcək. Maliyyə məsələlərində gözlənilməz yeniliklər ola bilər. Yeni bir gəlir mənbəyi və ya sürpriz bir maliyyə dəstəyi ala bilərsiniz. Şəxsi münasibətlərdə azadlığa olan ehtiyacınız artacaq. Partnyorunuza bu durumu mülayim şəkildə izah etməlisiniz. Anlayışlı bir dialoq aranızdakı bağı daha da gücləndirəcək. Subay dolçalar üçün sosial dairələrdə maraqlı bir tanışlıq baş verə bilər. Həmin insan sizin zəkanız və özünəməxsusluğunuzdan təsirlənəcək. Sağlamlığınızda sinir sistemi və baldır nahiyəsinə diqqət edin. Zehni yorğunluğu atmaq üçün təbiətdə vaxt keçirmək vacibdir. Ekran qarşısında keçirdiyiniz vaxtı biraz azaltmağa çalışın. Cəmiyyətə faydalı işlər görmək istəyiniz güclənəcək. Xeyriyyəçilik və ya sosial layihələrdə iştirak edə bilərsiniz. Gələcəyə dair ümidləriniz və arzularınız yenilənir. Öz unikal yolunuzla getməkdən heç vaxt çəkinməyin. Günün sonunda özünüzü çox azad və ilhamlı hiss edəcəksiniz. Sizin fərqliliyiniz sizin ən böyük gücünüzdür. Arzularınızın arxasınca inamla getməyə devam edin. Gecə saatlarında gələcək planlarınızı xəyal edərək dincəlin. Balıqlar. Bugün xəyal gücünüz və yaradıcılığınız ən yüksək həddə çatacaq. Daxili dünyanıza dalmaq və zəngin hisslərinizi kəşf etmək istəyəcəksiniz. İş mühitində intuisiyanız sizə düzgün yolu göstərən ən yaxşı bələdçi olacaq. İncəsənət və ya humanist sahələrdə çalışanlar üçün çox məhsuldar bir gündür. Ətrafınızdakı insanlara qarşı şəfqət və merhamətlə yanaşacaqsınız. Pul məsələlərində hisslərinizlə deyil, məntiqlə addım atmağa çalışın. Səxavətli olmaq gözəldir, lakin öz büdcənizi də nəzərə almalısınız. Şəxsi həyatınızda nağılvari və romantik anlar sizi gözləyir. Sevdiyiniz insanla dərin ruhsal bağ hiss edəcəksiniz.
Aranızdaki inciklikler tamamıyla aradan qalxacaq. Subay balıqlar üçün heyran edici və sehirli bir tanışlıq ehtimalı var. Bu qarşılaşma həyatınıza yeni bir mənə qatacaq. Sağlamlıq baxımından ayaqlar və immunitet sisteminizə fikir verin. İlıq su vannası qəbul etmək və ya sakitləşdirici musiqi dinləmək faydalıdır. Yuxu rejiminizə riayət etməyiniz daxili balansı saxlayacaq. Negativ insanların enerjisindən özünüzü qorumağı öyrənin. Ruhunuzu bəsləyən fəaliyyətlərlə məşğul olmaq sizə yüngüllük verəcək. Rəssamlıq, poeziya və ya musiqi ilə uğraşmaq üçün mükəmməl zamandır. Daxili sakitliyinizi qoruduqca hər şey öz yoluna düşəcək. Günün sonuna doğru böyük bir huzur və rahatlıq tapacaqsınız. Hisslərinizə güvənin, onlar sizi heç vaxt yanıltmaz. Həyatın sizə sunduğu gözəllikləri sevgi ilə qəbul edin. Gecə rahat bir yuxuya gedərək yeni günə hazırlaşın.